keçirəm digər bir məsələyə. O da həsənətlərin puç olması. Yəni, bu mövzu. Həsənətlərin, yəni savabların puç olması. Həsənətlərin puç olması, yəni savab yazıldıqdan sonra həmin savabın yox olması. Yəni, bundan gedir söhbət. Aydındır? Əhl-i sünnə iqrar edir ki, bir insana savab yazılıbsa, sonradan o savab puç ola bilir. Yəni, buna Quran və sünnə dəlalət edir. Allah təbarəkə və teala buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu ati'ullaha və ati'ur-rasul və lə tubtilu ə'mələkum. Ey iman gətirənlər, Allaha və Rəsuluna itaət edin. Və lə tubtilu ə'mələkum. Əməllərinizi puç etməyin. Həmçinin, yəni bu ayədə yəni puç olması, yəni puç olması deyildikdə, yəni əməllər asiliklər və böyük günahlarla puç ola bilir. Əməllər asiliklər və böyük günahlarla puç ola bilir. Və bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Mən tərəkə salətəl asr həbita əməlu. Kim əsr namazını tərk edərsə, onun əməli puç olar. Yəni, bunlar hamısı dəlalət edir ki, əməl yazılandan sonra batil ola bilir. Yəni, puç ola bilir. Və bu barədə yəni, sələfilərdən əsər olduqda çoxdur. Hətta İbn-i Rəcəb rahiməhullah deyir ki, bu barədə o qədər əsərlər gəlib ki, yığmaq çətindir hətta. Yəni, sayı o qədər çoxdur. Huzeyfə ibn Yəmən radiyallahu anhu səhabə deyir ki, iffətli qadına ləkə yaxmaq 100 savabı silir. Yəni, puç edir o savabı. Yəni, bu olur. Ata rahiməhullah tabinlərdən olan deyir ki, insan Allahın qəzəbinə gələn bir əməl deyər və nəticədə illik ibadətini puç edər. Yəni, bu olur. Yəni, bu şəriətimizdə var. İmam Əhməd rahiməhullah deyir ki, kim əmin ola bilər ki, naməhrəm qadına baxsın və əməlləri puç olmasın. Yəni, baxsa, əməlləri puç ola bilər. Deməli, bu mövzu çox təhlükəli bir mövzudur. Mömin olduqca diqqətli olmalıdır. Hətta İbn-i Qeym rahiməhullah deyir ki, əməlləri puç edən şeylər olduqca çoxdur. İbrət odur ki, insan əməllərini puç edən şeylərdən qorumalıdır, hifz etməlidir. Halbuki, əksər insanların xəbəri yoxdur ki, seyyiətlər, həsənətləri puç edir. İbn-i Qeym rahiməhullah. Əksər insanların xəbəri yoxdur ki, seyyiətlər, günahlar, həsənətləri, yəni savabları puç edir. Hətta Muhammed ibn Abdülvahhab rahiməhullah buyurur ki, salih əməllərin, yəni onlar deyir, salih əməllərinin puç olmasından qorxardılar. Hansı ki, bu məsələ günümüzdə ən yüngül baxılası məsələyə çevrilib. Yəni, Muhammed ibn Abdülvahhab rahiməhullah deyir ki, yəni sələflər salih əməllərinin puç olmasından qorxurdular, deyir. Yəni, var belə insanlar salih əməllər edirlər və elə hesab edirlər ki, əməllərini puç edən şeylər yoxdur. Belə fikirləşən insanlar var, yəni. Var belə insanlar ki, gündüzü oruç tutur, zikirlər edir, Quran oxuyur və elə ki, iftarını açır, başlayır günahlar eləməyə, haram işlər görməyə. Yəni, miskin bilmir ki, yəni, seyyiətlər həsənətlərin silinməsinə təsir edir. Yəni, günahlar o savabların silinməsinə təsir edir. Yəni, həsənətlər seyyiətləri apardığı kimi, həsənətlər, innəl həsənəti yuzhibnə seyyiət, yəni, yuxarıda yəni, qeyd etdim, həsənətlər seyyiətləri aparır. Həsənətlər seyyiətləri apardığı kimi, seyyiətlər də həsənətlərin getməsinə təsir edir. Və bu məsələ çox dəqiq bir məsələdir. Və bununla kifayətlənirəm və Allah subhanahu və teala istəyirəm ki, dinləyənlər üçün və baxanlar üçün faydalı etsin. Və həmçinin Allah təbarəkə və teala istəyirəm ki, bizi yəni, dində sabit etsin. Və sallallahu və səlləmə və barak alə abdihi və rasulihi Muhammed. İxlasla.com saytı tərəfindən təqdim olundu.